içində yaşayacaq torpağımız Azərbaycan, müqəddəsdir bayrağımız Azərbaycan. Aparıcı Salih Bağırov sənət adamlarının təyyarədən maraqlı videosunu yayımlayıb. Aparıcı özü şeir oxuyub. Bunun ardınca isə musiqiçilər tarda ifa edib və mahnı oxuyublar. Videoda Aşıq Samirə Əliyeva, Teyyub Aslanov, Aşıq Əli Tapdıoğlu və başqaları yer alıblar. Aparıcı və aktrisa Xəyalə Quliyeva doğum günü ilə bağlı paylaşım edib. Bu münasibətlə qırmızı libasda obyektiv qarşısına keçən Xəyalə fotolarını Instagram səhifəsində yayımlayıb. Quliyeva özünü bu sözlərlə təbrik edib. Bugün səhnə mənimdir. Bir yaş daha böyüdüm, gücləndim, daha özümə yaxınlaşdım. Həyatım mənə verdiyi bütün dərslərə, gözəlliklərə və sınaqlara görə minnətdaram. Doğum günüm təkcə yeni yaşımın başlanğıcı deyil, gələcəyin ümidlərini qucaqladığım bir gündür. Bu il daha çox gülmək, sevmək, xoşbəxt olmaq istəyirəm. Bugün mənim doğum günümdür. Amma bu post təkcə mənim üçün deyil, mənə sevgi göndərən, yanımda olan, xatırlayan hər kəs üçündür. Var olun, yeni yaşım xoş gəldin. Gəl, birlikdə dünyanı biraz da gözəlləşdirək. Qeyd edək ki, Xəyalə Quliyevanın Arzu adlı bir qızı və Məhəmməd adlı bir oğlan övladı var.